Yeni bir gündən hər kəsə salam. Maraqlı bir vlog sizi gözləyir. Bu səfər də açılış Nərmanovdandır. Bu göyərçinləri çox sevirəm. Dedim elə açılışı da buradan eləyək. Nərmanovda yerləşən Lady Şarın mağazasına girdik donlara baxmaq üçün. Sonra xanım dedi ki, ziyafət paltarları 2-ci mərtəbədədir. Düzdür, elə də bir ümidimiz olmasa da çıxdıq yenə 2-ci mərtəbəyə, amma ki çıxdıq ki tamam başqa şeylər var da, bura fərqli bir yerdir. Qara verirəm ən gözəl rəngdir, prosto. Bizimkilər deyir, hamı toyda qara geyinirsən, başqa rəng geyin. Bacım seçir bürücdən, mən də əlimə yığıram. Kim? Hə, yox, qara özdə bir şey var ki, heç vaxt moddan düşmür də. İndi məsəl üçün, keçən səfər Nəmişgildə deyirəm, məsəl üçün, indi qırmızı alıb geyinsim, orada əmisi oğlu var. Sən toy eləsən, deyirəm, mən o qırmızını sənin toyuna məsəl üçün geyinə bilmirəm. Qırmızı hər şeyə getmir. Qız aşıq oldu. Nə? Günlər almırlar. Hə, yox, yollar yaşıl. Çox yaşıllar. Mən prosto məzələnirdim ki, qırmızı. Deyəsən elə mənim bəxtimə qırmızı gəlir. Qəşəng donlar var. Abəcim, bu mağazanın adı nə idi? Lady Şarım idi deyəsən bu. Nərmanovdakı keçidi keçən kimi. Qəşəng donlar var. Ayaqqabıya baxın. Hadinin ayaqqabılarından. Donları seçdik. Bir-bir başladım geyinib yoxlamağa qızlar. Sizin üçün də çəkdim. Sizə də fikir olsun. Bu arada aldığım donu deməyəcəm. Hansını aldım. Belə baxıram ki, əsasən qırmızı tonları geyinmişəm. Amma ki, mamacil telefonda dedilər ki, danışanda ki, bəs qara rəngi alma. Əslində qara rəngi almaq istəyərdim. Amma evdə də bir dənə qara donum var deyə fərqli bir rəng almaq istəyirdim. O qırmızıları yoxladım. Sonra bu tigrovunu yoxladım. Bu da gündəliyə baxdım ki, yaxşıdır. Bir də toy üçün. Elə də toy donu deyil də, belə deyim. Qəşəng don idi. Belə pis də durmadı. Amma ki, biraz sadə gəldi mənə. Bunu götürmədim. Burada da üzümü bağlamışam. Axtarıb tapmayın ki, görümüzü görünürmü? Bunu da geyindim. Bir neçə əlavə donlar da geyindim. Onları çəkmədim. Bəzilərini çəkdim. Qara donlar geyindim. Bu donların eyni zamanda qara rənglərini də geyindim. Axırda da birini aldım. Amma ki, onu deyəsən sizə çəkmədim. İnşallah toyda görərsiniz. Siz də öz fikirlərinizi bildirin. Hansı daha yaxşı durur, hansını alsam daha yaxşı olarmış. Gedək. Gərək bu qırmızını götürərdim, qara götürməzdim. Ya da gərək tigrova. Qara sadə. Yəni, xanımlar baxsınlar. Çeşid çoxdur. Çeşid çoxdur. Qəşəngdir. Toplantıya da gidir. Yox, məsəl üçün qonşunun toyuna gedəndə də geyinmək olar. Bu biraz dolu xanımlar üçün. Hə, biraz. Bu üstü ayrıdır. Yox, böyle ayrı değil. Özü ayrıdır. Belə şeylər ağır olur. Canın üstündən girmək. Kolu qısa bırak. Səsim altı. O yaşıllar da qəşəngdir. O yaşıllar nə gözəldir. Yəni rəngi özü də qəşəngdir. Nişan Geyin güllara rəqib ol. Çantalara da baxaq. Elə bir sən ayaqqabı istəyirdin. Onu da biləm, bunu da qaran deyil. Elə bir sən ayaqqabı istəyirdin. Onun 100 manat olanları da var. Düşüb. Qəşəngdir.
Ay, sən sevdiyin ayaqqabılardan. Xoşlayırdın elə? Hətta bu qabağı belə xoşlayırdın ha. Sağ ol. Bir insan şey danışım. Deməli avtobusdayam, tək gəldi. Dedim aha nəsə çətin alınır işim. Sonra cüt gəldi. Biri də arxası. Dedim yox, yaxşı olur. Bir də gəldi üçüncü axı. Dedim ay Allah, görəm belə nətər olur. Hə, görün dedim nə olur axırımız. İndi cüt mənə düşürmüş pis tərəfdə belə bir xurafat var, xurafatdır da. İndi cüt mənə düşürmüş. Həyatımda ilk dəfədir ki, girdiyim ilk mağazadan özümə don alıb çıxıram. Özüm də şokdayım. Özümə şokdayım. Deyirəm, özümə şokdayım. Birinci səfərdir girdiyim mağazadan donu ilk baxışda alıb çıxıram. Qəşəng donlar var. Bura Sarina. Nərimanovdakı. Yaşılı da qəşəngdir. Ağı vapşı qəşəngdir. O birisilər çox sadə görünür. Zəhran. Yox, Zəhranın da onu burada deyil. O pisi tərəf var. Div tərəfdə. Özü ayağın buradı. Budur bax. Yox, budur mu? Yox, yox. Yox, mən onu o pisi tərəfdə. Ağı da var. Hə. Görürsən heç mi? Yox, görməmişəm. Görməmişəm. Başqa rənglər də var. $150 manat. Mavi. Səsi. Eli xoşmuca qızlarda görmüşəm əyinlərində. Dili şirin görsən, şey cavanlara. Heç görməmişəm, mən. Mən bir ara taxına baxdım. Zamanında klient yığılıb. Hə, qəşəngdir. Hə, nəsə. Nə alırsan? Onunla nə yiyəcəklər yarar? Al, nə olası da. Bir pul, bir səndə, bir ingilisdə. Neçəyədir? Yazdı zavallı ben. 99 manata. Al, nə olasıdır. Böyük bədənlər də var. Printlər var, onu istəyir. 55 manat. Bana dediği bunlardan mıydı? Qəşəngdir, amma adamı incitməz. Amma inci gidin yaşına yaxşıdır da. Bizə getməz. Çox şık. Çox elegant. Çox naib. Bence de. Razılaşma seni. Neçə razmeri var gördün? Benim adam ayağında bakalım. Gelin bax da. Sizdə olmamış olmaz. Nəyi? Bunu da Qalx. Yakıyorsun. Yok, çok da şey rahat. Yani buna o bir seferle almalı da ihtiyaç. Görmə bununla nətər durar. Bacım da Sarina'dan özünə bir dənə şık ayaqqabı aldı. Çəkdim amma, onu da çəkdim. Hər şey çəkirəm mən. Bir də qızlara baxırıq, görək. Nə var yaxşı? Hə, satıcı. Bir aydan çoxdur gəlib, sənin yadındadır. Sənin qızın deyir çox. Bugün günümüzdəyik. Nə istəyirik, xəyalımızda nə tutmuşuq onu. Ama ilk girişdə ala bilirik. Şoklardayam. Heç vaxt belə olmamışdı. Mamalar üçün belə donlar da var. Damın qiymətinə baxın. Görmədim. Qəşəng donlar var əslində. Görək. Sən aldın elə, gəldi. Bizim opsi krem də gəlməyib. Onu demirəm, sən şey almışdın, üz üçün. Ha, yok hala gelmedi. Sən yümə gel aldın. Keçən dəfə dedim ki, mən 400 mü 500 mü? 500 dedin. Ha, 30 manata gəldi elə bir. Gəldi, onu deyirdim, gəldi. Gəlməyib, hələ gəlir. Bayrama görə hələ gəlməyib. Hə. Bizim aldığımız krem hansıydı bəs? Elə bu yuxarıda. Bundan almışıq. Bax bundan. Bu nədir?
44 20. 4 manat 25 qəpiyə. Biz aldıq 200 milli idi, hə. Yox, pulla Yox, pulla birlikdə 22 bir manata. yəni bir rənti 2 nəfərə 21 manata gəldi. Çox qəşəng gəldi. 6 manat yol puludur. Bu 200 milli. Bizimki də 200 milli idi. Hə, biz də 200 milli aldıq. Qəşəng aldıq. Nə ilə aldıq? O qaçırtma 40 ilə aldıq. Hə. Endirimlə götürdük. Deyirdilər ki, Onu buradan aldım, ikinci mərtəbəsində. Əslində bilmirdim heç ikinci mərtəbəsi var. Var imiş. Qəşəng də endirimləri var. Yəni mən inanmazdım burada belə istədiyim qiymətə tapa bilib, amma tapdım. Başıma da bir dənə ayaqqabı. İndi gedirik bijuteriya baxmağa. Görək, bijuteriyada tapsaq yaxşı olar. Nərmanov yetmədi, 28-ə gəldi. Gedək, hə, gedək onu tez alaq, sonra gedək sənənkilər götürək. Amma elə bir bura daha belə açıqlıqdır. Vəbşi mən fikir vermişəm, Nəmişgildə də sizdə də bizdən çox külək olur həmişə. O gün Nəmişgildə 2 dərəcə birdən soyuqdur. Biz sanki şeydir, istidir. Siz dayınıza daha yaxınsınız da. Ona görə. mən də yaxşı. Ayz Bakıya gəldik qızlar. 28-də yerləşən elə neçə vaxt idi. Bacım deyirdi ora gedək. Bir dəfə xalam qızı ilə gəlmişdim. İndi yenə gəldik. Qızlar, əslində belə paltarlar var, yəni almaq olur, istədiyiniz paltar tapmaq olar. Amma ki məkanın aynası yoxdur deyə, bir də ki tavanlar alçaqdır deyə elə bir şey adamın hövsələsi çatmır. İçəridə də adam çox olur. Amma bacım demişkən axtarsan tapmaq olar. Bir də ki, məsəl üçün bacım dedi ki 13 manata mı yoxsa neçəyəmi dəstər reklam edirdilər. Hansı ev üçün olan dəstərə baxdıqsa 33 manat, 35 manat belə qiymətə idi. Ya qurtarıbdı ya da ki, nə bilim biz görmədik. Amma belə baxdıq ki, gündəlik geyinmək üçün nəsə götürək də. Gördük, yox. Ayaqqabılara baxdıq. Ola bilər. Şeylə non geyindirmək. Nə olmur ki? Həm klasik, həm şey. Bu belə şeylər. Ola bilər. Çok güzel. Bundan var. Bu yaxşı düzdür. 40'a aldıq, 25'e gördük. Yox, ondan böyük. Ondan böyük, hə. Kırmızı. Yox, bu başqa cürdür, bu başqa cür. Prosto həmən markadır, amma ki elə bir köhnə modellərdir da, bəlkə də ona görə endirimdədir. Elə deyil, özümüzə təsəvvür edək. Hermes. Sən çək. Narlı qavurma. Narlı qovurma, çoban salatası, bir də ki Qarışıq nədir? hə, bir də qarışıq. İçində demək istəyirdim ki, nə bilim, nə baxdım ki, içində göbələk zad da var. Mən deyim. Birinci bundan çək. Öz. Mənim maşımın gündən düşdü, yerə töküldü. Eybi yoxdur, götürər. Yox. Bəsdir. Qoyma, yiyeyim hələ bir, bəlkə heç xoşuma gəlmədi. Deməli, vaxtına baxamıram. Nə bilim, Allah bilinə vaxt baxırsan. Şimdi bax, al. Yazmışsın ki, şeydir, yazmasalar. Gəlibdir. Şeydə, Binəqədi tərəfi idi, bir də Furan çəkmişdim. Hə. Üşüyür yazıq, bu da mənim kimi üşüyür. Sizlər baxın, Yasəməni buradan almışdıq. O Yasəməni alandan sonra neçə nəfər soruşdu ki, emin o Yasəmən hardadır idi. Nə bilim. Məndəki yaxşı idi. 1 manata almışdım, qəşəng də saxlayırdı. Yadında qalır, hansı? Evdə var. Evdədir. Elə baxsan yadına düşər. Bəlkə də düşər. 1 manatlıq idi, nəysə.
Bunlardan daha üstüne koymaq olur. Kimdir onunla uğraşan? Özü də toyda. Əyilib qaçmaqlar məni. Ocaldın getdin ardacığım. Ocaldın getdin. Bunlardan qaçlardan qoymaq olar. Amma yox, bunlar sadə. Neymişsən ki? Sən yalnım bax mən sənə deyim alsan da orada qalasıdır sən onu. Nə də ki mən özümdən bildim, səndən yox. Kosmetikalar. Nə? Bənövşə. Benim şey oldu. Bir tərəfə çənəndə bənövşə. Yaşıl oldu, açıq yaşıl. Uzaqdan da qara görsən. Seninki vapşi sihirbazdır. Benimki oldu. Onu da pişir elə. Benimki yaşılı tuta bilmədim. Yaşıl tuta bilmədim. Ortadan baxanda yaşıl olur. Qəşəngdir. Yenə yağış yağır. Həftənin evi gününü seçmişik ki, başqa bütün günlər istidir. Bir dənə bu gün soyuq, yağış. Günü başa vurduq. Saat 4-dür. Gedirik evə. 202 gəlir. 202 gəlir. Görüm dolu deyə bil amma. Metro ilə videonu montajlayırdım. Baxıram ki, aldıqlarımı çəkməmişəm. Bir dənə qızlar deməli toy üçün don götürdüm. Onu inşallah toyda görərsiniz. Bir dənə dırnaq üçün belə yapışdırıcı götürdüm. Məlum məsələ öz dırnaqlarımız yoxdur. Toy üçün müvəqqəti belə yapışdırmaq üçün belə dırnaqlar götürdüm. Ağ rəngdə bir dənə golden rose'un belə bu qırmızı rəngini götürdüm. Bunu da sizə göstərim. Tam görünmür. Belə qırmızı. Görüncü ilə biraz tündür. 4 nömrəsidir. 04 nömrə. Bir dənə də ətir götürdüm. Keçən səfərdə götürmüşdüm. Ağ qızılgül ətri. Çox gözəl. Ağ qızılgül qoxuyur. Beynimə getdi. Oruçlu adama təsir eləyir. Guciraş 2. Bunu götürdüm. Bunu aldığımız yerdən almışdım. Eyni zamanda Yasemin ətrini. Baxın qızlar, mağazanın adı da altında yazılıb. Bu eklatdır. Bu Guciraş 2'dir. Bir də Yasemin almışdım həmən yerdən. 28'dədir. Kosmetikazat olan mağazaların sırasında deyil. Onunla üzbəüz olan mağazaların sırasında. Eyni mağazadan alırıq həmişə. Onun yanındakı digər bir mağazaya girdik. Orada da bacım iylədi. Düz yerək mən çox ilə ətir almaq fikrim yox idi deyə bacım girdi. Ətirlərin qoxusuna baxdı. Dedi elə bil sanki hamısı eyni cür qoxuyur. Hardasa birinci mağazaya deyil. Oradan o sıradan başqasına girdik. O da nəyə görə ilk öncə buna girmədik. İçəridə o qədər adam var idi. Ətirin iyisindən adamın başı ağrıyırdı. Dedik ki, biraz bunları alaq, sonra gəlib onlara baxarıq da. Dediyim kimi içəridə çox qoxu ağır idi. Hava da soyuq idi deyə vapşi adam götürə bilmirdi qoxuları. Deyirəm, bu gün havaya bax, bu gün hava necə gözəldir. Gün çıxıb öz-özümə deyirəm, bacıma demir. Dünən necə soyuq idi. İnansız o bir türklərin bir sözü var, soyuq deyir bizi döydü. Elə bir vəziyyətdə idik. Hava tutqun, soyuq, yağışlı, necə bütün bədənimiz ağrıdısa, ikimizin də bir Allah bilir, bir də biz bilirik soyuq. Yəni keçən səfər bir dəfə də elə olmuşdu, çıxmışdı. Hava həftənin ən soyuq gününə gəlib düşmüşdü çıxmağımız. Onu da necə qərar veririk? Onun da uşaqlarının hazırlığı olmur, mənim də elə bir işim olmur. Elə çıxırıq. Nəysə qızlar, aldığım bu oldu. Bunun da başlığı şotku formasındadır. Lak kimi dırnağın altına çəkilir. Dırnaqlar elə yapışır. İndi bilmirəm bunları pilkalamağa ehtiyac olacaqmı? Keçən səfər toya gedəndə xalam qızı elə qatarda yapışdırmışdı mənim dırnaqlarımı.
toydan bir gün qabaq gedirdik. Qəşəng də durmuşdu, yəni tökülməmişdi. Bu səfər də bunları götürdük. Hər rəngi var idi. 2 manat 80 qəpiyə. İçərisində də 24 dənədir deyəsən. Dırnaq, hə. Belə. Bu da bir damcı qələm götürdüm. Düzdür, bu rəngi çəkən deyiləm. Sırf toy üçün götürdüm. Götürmək də istəmirdim. Düzü gərək bacım zorla aldırdı ki, Adil də bir dəfə toy olur, onda da ki, al da nə olas. Deyirəm elə Adil də bir dəfə olur, sonra bəs bunu mən hara işlədəcəm, bu rəng çəkəndə deyirəm. Başqalarından kombin eləyərsən, axır nəysə başımı qatdı, bir təri götüzdürdü. Hələlik bugünlük məndən bu qədər olsun xanımlar. Videomu bəyənməyi unutmayın. Abunə olmadan izləyən bacılarım abunə olsa sevinərəm. Bir dənə də çiçəkdən, böcəkdən yenə rəylərə yazsaz sevinərəm. Hə, bir də yazın görüm hansı donu mənə daha çox yaraşdırdınız. Görüm götürdüyüm donla sizin də fikriniz üst-üstə düşürmü? Hardasa 4-5 dənə don geyindim, yoxladım. Bir ikisini də çəkmədim. Qara don geyinmişdim. Məsəl üçün o qırmızı qabağı güllü donun qarasını zadda geyinmişdim. Onları çəkmədim. Amma yenə də yazarsınız. Hələlik sağ olun, sağlıqla qalın. Allaha əmanət olun.